Həftədə 1-2 dəfə övladınız varsa 100% abur-cuburlar alırsınız. Nə qədər pul xərcləyirsiniz? Çox. McDonald's-da, KFC-də nə qədər xərcləyirsiniz? Aşağısı 60-70 manat bir dəfəyə ödəyirsiniz. Ancaq nə qədər tox qalırlar? 1-2 saat. Siz özünüz mağazaya gedirsiniz, alırsınız, düzdür. Amma nə qədər sizə fayda verir? O qədər də yox. Amma indiki müasir zamanda xarici dil bilmək həyatınızda nə dəyişər? Əminəm ki, deyəcəksiniz ki, çox şey. Çox şeylərə qapı açır. İşləyirsinizsə, işinizdə irəli gedəcəksiniz. Karyera quransınızsa, karyeranızı rahat şəkildə quracaqsınız. Öz biznesiniz var və inkişaf etdirib daha da çox insanların bilməyini istəyirsiniz. Bəli, ən birinci elə Rusiya tərəflərdə, rus dilli ölkələrə əlimiz daha tez çatır. Ona görə rus dili bilmək lazımdır. Ətrafımızda o qədər insanlar var ki, rus dilində yaxşı danışır, amma biz boynu bükük qalırıq. Buna son verməyin vaxtı deyilmi? Ona görə də çox sərfəli qiymətə mütləq şəkildə mənim 2-ci kitabımı əldə et. Orada qrammatika, tapşırıq heç nə lazım deyil. Sənin gündəlik həyatda istifadə etdiyin, sadəcə ana dilində istifadə etdiyin sözlər rus dilində yazılıb. Transkripsiyası ilə bir yerdə. Hara gedirsən get, mağazaya, salona, xəstəxanaya, uşağını məktəbə apar, bağçaya apar, uşağınla gündəlik evdə lazım olan cümlələr və s. və daha nələr yoxdur. Mütləq əldə et, tənbəlliyin başına at, başda mütəmadi olaraq çalış və inan ki, o qədər irəli gedəcəksən ki, mənə sağ ol deyəcəksən. Ətraflı məlumat aşağıdadır.